kızım. Bura gəl. Nə istəyirsən? Sənlə bir xahiş eləyə bilərəm. Buyur, sənin xahişlərin heç qutarmır. Nə istəyirsən? Mənim sinif yoldaşlarım kitabxanaya yazılıbdır. Mən də kitabxanaya yazıram. Xahiş edirəm, mənə icazə ver. Yaxşı. Bəs sən dərslərini gün ərzində oxuyub qutarıb, yazılarını yazıb, kitabxanadan kitab alıb oxuyub, dərslərini də çatdıra biləcəksən? Bəli. Onda ana icazə verirəm. Sabah gedib uşaqlarına kitabxanadan kitab götürə bilərsən. Yaxşı, götürərsən sabah. İcazə verirəm ana. Amma bugün dərslərinin hamısını oxu, axşama hazır ol, ona soruşacağım səndən. Oldu? Yaxşı. Gedə bilərsən sabah. Xoş gəlmisən Cahan. Gəl sənə kitabxanamızı göstərim. Bu bizim kitabxanamızın divar qazetidir. Bu kitabxanamızın kitab sevənləridir. Bu isə kitabxanamızda keçirilən tədbirlərin şəkilləridir. Gəl sənə kitabxanamızın əl işlərini göstərim. Bu isə kitabxanamızda olan kitablardır. İndi seçim sənindir. Buyur Cahan. Mən dini kitabam. Hər bir müsəlman öz dinini bilməlidir. Mən musiqi kitabıyam. Hər bir vətəndaş öz musiqisini bilməlidir. Mən Rus və Azərbaycan ədəbiyyatıyam. Hər kəs bu kitabı oxumalıdır. Mən tarix kitabıyam. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Mən sənə bu kitabı oxumanı tövsiyə edirəm. Mən bədii ədəbiyyat kitabıyam. Bədii ədəbiyyat kitabında şair və yazıçıların şeir və hekayələri var. Mən sənə bu kitabı tövsiyə edirəm. Mən narkomaniya kitabıyam. Hər bir gəncə məsləhət görürəm ki, bu yola düşməsin. Mən Rus ədəbiyyatıyam. Mən Rus xalqının milli adət-ənənələri, rəvayətləri, əfsanələri, nağılları və şeirləri bu kitabda cəmləşmişdir. Buyur sən də oxu. Bu idman kitabıdır. İdman sağlamlıq üçün lazımdır. İdman eləməyən güclü olmaz. Bu kitabsa tövsiyə edirəm ki, bu kitabı oxu. Bu texnika kitabıdır. Bu texnika kitabında insanların yarattığı bir çox texnikalar cəmləşib. Bu texnika kitabını sənə təmsil edirəm ki, oxuyasan. Cahan, bu nədir belə əlli kitablar yığırsan? Cahan, məni bir dəqiqə gözlə. Sən hələ balacasan, sən bu kitabı oxumalısan. Mən sənə bu kitabı tövsiyə edirəm. Cahan, qalx qızım, yata qalmısan. Qalx dərslərini davam elətdir. Sabah mən özüm səni kitabxanaya aparacağam, gedib birlikdə götürərik istədiyin kitabları.